Axşam qonaqlığı bitdikdən sonra sənə qalan bir masa dolusu boşqab olur. Ən gözəl söhbətlər belə sonda yorucu qab yuma prosesinə çevrilir. Lakin heç narahat olma. İndi sənə təqdim edəcəyim model 15 nəfərlik tutumu ilə böyük ailələrin və qonaqpərvər evlərin ən güvənli dəstəkçisidir. 3 səviyyəli çəkməcələr qabların düzgün yerləşdirilməsini asanlaşdırır. Şüşələr yuxarıda, qazanlar aşağıda, boşqablar isə ortada səliqə ilə qoyula bilər. Bundan sonra ikili yuma sistemi fərqli bölmələrdə fərqli gücdə işləyərək həm incə, həm də ağır qabları eyni anda təmizləyir. 8 proqram seçimi ilə qabların çirklənmə dərəcəsinə görə ən uyğun rejimi tapa bilərsən. Qabyan işləyərkən səs-küyün yaratdığı narahatlıq ən böyük problemlərdən biridir. Lakin bu cihaz 46 desibel səs səviyyəsi ilə işləyir. Yeni gündəlik ünsiyyətin, ailə söhbətlərinin və televizorun səsini kölgədə qoymayacaq qədər səssizdir. Qabyan seçərkən dizayn və tutum qədər vacib məqamlardan biri də enerji səmərəliliyidir. Bu model IQ Plus enerji sinifi ilə ən yüksək qənaət standartlarına cavab verir. Ənənəvi mühərriklərdən fərqli olaraq invertor motoru isə yuma prosesində enerji sərfiyyatını ağıllı şəkildə tənzimləyəcək. Yuma prosesi tamamlandıqda isə cihazın qapısı avtomatik olaraq açılır. Bu qabların daha sürətli və effektiv quruması üçün ağıllı həll yoludur. Qapının aralanması ilə içəridəki isti və nəm hava xaricə çıxır, yerini isə təbii hava dövranı tutur. Beləcə yuyulmuş qabların hər səthi isti hava ilə əhatə olunur, nəticədə stəkanlarda ləkə izi, boş qablarda su damcısı qalmır. Bu iki funksiya birlikdə işlədiyi üçün qablar yalnız təmiz yox, həm də tam quru və masaya yerləşdirilməyə hazır vəziyyətdə olur. Yoshiro'nun Vogue seriyasına aid bu qabyan modeli eyni zamanda premium üslubun imzasıdır. Standart ölçüləri sayəsində qabyan müxtəlif mətbəx interyerlərinə asanlıqla uyğunlaşır. Zərif xətləri, tünd boz rəngi və rəngli sensor ekranı isə yerləşdiyi məkanın ümumi estetikasını tamamlayır. Uzun sözün qısası, bu cihaz sadəcə bir məişət texnikası deyil, mətbəxinizdə zövq və prestijin əsas simvoluna çevriləcək. Yoshiro.